Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə kurikulum və tarix təlimçisi Rəhman Polad. Mövzumuz öyrənmə tərzləri ilə bağlıdır, metodikadan. Öyrənmə tərzlərinin mahiyyətindən danışmazdan əvvəl bir neçə məqama aydınlıq gətirmək istəyirəm. Bəzən belə məqamlarla rastlaşırıq ki, kimlərsə bizə yaxınlaşır, olsun şagird, olsun müdavim, bizdən məsləhət almaq istəyir. Bizdən soruşur ki, müəllim, mən dərsi necə öyrənim, necə yadda saxlayım, yüksək səslə oxuyum, gəzərək öyrənim, yoxsa ürəyimdə səssiz, sakit bir şəkildə oxuyum, yaxud da ki, kitabdan götürüm, yazaraq, qeydlər edərək oxuyum. Belə suallarla rastlaşırıq, yəni olsun müdavimlərdən, olsun şagirdlərdən. Belə məqamlarda biz onlara məsləhət, tövsiyə verməzdən əvvəl nəyə diqqət etməliyik? Onların hansı intellekt növünə sahib olduqlarını və hansı öyrənmə tərzləri ilə əlaqədar olduqlarını müəyyən etməliyik. Biz müəyyən etsək ki, o hansı öyrənmə tərzinə daha çox sahibdir, o zaman bizim ona kömək etmək imkanımız daha da geniş olar. Buna görə də biz öyrənmə tərzlərini daha ətraflı şəkildə mənimsəməliyik və bu haqda məlumatlı olmalıyıq. Bilməliyik ki, insanlar məlumatı öyrənmək, yadda saxlamaq və yaxud da ki, ondan istifadə etmək üçün hansı tərzlərdən istifadə etməlidirlər və yaxud da ki, edirlər. Çünki bəzən elə hallar olur ki, biz kitab oxuduğumuz zaman bir də görürük ki, fikrimiz ayrı yerdədir. Heç cürə kitaba və yaxud həmin hissəyə fokuslana bilmirik, adaptasiya odaklana bilmirik və yaxud da ki, yüksək səsli şəkildə oxuyuruq hər hansı məlumatı, yenə də görürük ki, hər hansı məqamlar yadımızdan çıxıb. Ona görə də biz öyrənmə tərzlərini mənimsəməliyik. Öyrənmə tərzləri ilə bağlı hansı məqamlar var, hansı öyrənmə tərzləri var? İlk əvvəl bunları qeyd edəcəyik. Deməli, birincisi burada qeyd edirəm, vizual öyrənmə tərzi. Yazıram bura deməli. Vizual öyrənmə. Daha sonra ikinci öyrənmə tərzimiz hesab olunur, audial. Üçüncü öyrənmə tərzimiz hesab olunur, kinestetik öyrənmə. Və nəhayət dördüncü və sonuncu öyrənmə tərzi hesab olunur, oxuyaraq, yazaraq öyrənmə. Deməli, hörmətli müəllimlər, ilk əvvəl birincisindən başlayacaq, yəni vizual öyrənmə. Elə vizual sözünün də elə mənşəyində görmə məsələləri dayanır. Yəni, vizual öyrənmənin açar məqamı hesab olunur, görmə. Görərək öyrənirlər bu insanlar hər hansı məlumatları, yadda saxlayırlar və yaxud da ki, mənimsəyirlər, öyrənirlər. Deməli, açar məqamımız vizual öyrənmədə nə hesab olunur? Görmə hesab olunur. Deməli, bunun qarşısına yazırıq, görmə. Görmə. Nə ilə bağlıdır bu görmə? Yəni, onlar məlumatların nəinki səsli və yaxud toxunaraq və yaxud başqa vasitələrdən istifadə edərək. Onlar görərək. Məsələn, müəllim dərslərdə bu öyrənmə tərzində daha çox olan şagirdlərlə işlədikləri zaman, o zaman dərslərdə daha çox şəkillərdən, qrafiklərdən, cədvəllərdən, sxemlərdən, xəritələrdən istifadə etməlidir. Yəni, bu şagirdlər, bu uşaqlar vizual öyrənmə tərzində daha çox məlumatı vizuallaşdırırlar. Yəni, xəritəyə baxarkən və yaxud da ki, videoya baxarkən, cədvəldən, sxemdən istifadə edərkən, bu məqamlarda onlar daha çox mənimsəmə prosesi baş verir. Cədvəlli, sxemli məsələlərlə bağlı. Buna görə də vizual öyrənmə tərzi bununla bağlı məqam hesab olunacaq. Yəni, görməklə bağlı olan məqam hesab olunacaq. Yəni, hər hansısa bir məlumatı mənimsətmək istəyirsə, vizual öyrənmə tərzində olan bir şəxsə, şagirdə, müdavimə, hər hansısa bir insana. Biz onun üçün müəyyən vizual xarakterli əməliyyatlar tətbiq etməliyik. Yəni, xəritə, cədvəl, sxem, diaqram, video, izah və s. görmə. Lakin göz yaddaşı ilə öyrənmə olur da.
bu həmin bu vizual öyrənmə tərzində olan insanlar üçün. Ona görə də göz yaddaşı, görmə əsas olduğuna görə biz daha çox simvolik xarakterli işarələrdən istifadə edirik ki, onlarla öyrənməni təmin edə bilək. İkinci digər məqam isə yer alır burada, audial öyrənmə. Audial öyrənmə nədir? Səsli öyrənmədir. Yəni bunlar üçün kitabı götürüb belə səsli formada oxusunlar və yaxud da ki, yəni nəinki bunlar kitabı götürüb səssiz formada sadəcə oxuyaraq öyrənmə. Xeyr, bunlarda əsas faktor səs faktorudur audial öyrənmədə. Yəni bunlar məsələn kitabı səsli formada yüksək səslə oxumağı sevirlər. Bunlar mühazirə dinləməyi sevirlər. Bunlar müzakirələrdə iştirak etməyi, debatlarda iştirak etməyi xoşlayırlar. Bunlar hər hansı bir çıxışlar etməyi və yaxud da ki, nəyinsə şifahi şərh verməyi daha çox xoşlayırlar. Yəni, bunlar sanki şifahi şərh verərkən və yaxud nəyinsə səsli formada dinləyərkən daha çox yaddaşlarında inkişaf olur, daha çox yadlarında saxlayırlar. Yəni, yaddaşları daha çox inkişaf edir. Məlumatların mənimsənilməsi prosesi daha çox baş verir. Həmin bu audial öyrənmə tərzində olan şagirdlər üçün. Deməli, audial öyrənmədə biz nələri qeyd etdik? Bunlar səsli formada informasiyanı mənimsəyirlər, inkişaf etdirirlər və yaxud da ki, qavrayırlar. Yəni, bunlar mühazirələrdə, bunlar müzakirələrdə işləməyi, hər hansı bir dərsin izahına səsli formada, musiqili formada dinləməyi və digər vasitələrdən istifadə edərək öyrənməyi daha məqbul hesab edirlər. Daha uyğun və yaxud daha zövqlü hesab edə bilirlər. Daha sonra keçdik biz burada kinestetik öyrənmə ilə bağlı olan məqama. Nədir bu kinestetik öyrənmə? Kinestetik öyrənmədə hərəkət var. Toxunmaq məsələsi var. Yəni, hər hansısa bir əşyalara toxunmaq və yaxud məlumatları daha çox mücərrəd olan məsələlərdə canlandıra bilmək üçün onlara nəsə toxunmaq, hərəkət məsələsi var. Yəni, bu tipdə olan şagirdlər daha çox məsələn idman etməyi xoşlayırlar, yaxşı rəqs etməyi bacarırlar. Hərəkətlə bağlıdır axı bu kinestetika. Hərəkətlə bağlıdır. Məsələn, onlarda bu anlayışı daha çox inkişaf etdirmək üçün lövhədə nəyisə yazdırmaq, hərəkət olsun, canlanma olsun və yaxud laboratoriya işlərinin aparılması məsələsi olsun. Tutaq ki, təsvir incəsənət dərslərində və yaxud da ki, musiqi dərslərində hərəkət məsələləri ilə bağlı olsun. Yəni, nə qədər bizim qavradığımız hərəkətlə bağlı olan məqamlar var, bunlar hamısı daxildir kinestetik öyrənməyə. Düzdür, bunlara hər hansısa məlumatları oxuyub yazaraq da öyrətmək mümkündür. Amma mütləq vacibdir ki, onlarda bu nisbətən hərəkətli olsun. Məsələn, şagirdlər müəyyən səviyyədə dərsləri mənimsəyirlər və yaxud da ki, hər hansı yazı pozu işləri apara bilərlər. Amma mütləqdir ki, onlarda müəyyən bir canlılıq yarada bilmək üçün hərəkətli rollu oyunlardan istifadə olunsun və yaxud da ki, bu tip intellektual oyunlardan istifadə olunsun ki, hərəkəti təmin etmək mümkün olsun ki, bunları həmin kinestetik öyrənməyə sahib olan insanlar necə deyərlər, həmin məlumatları daha yaxşı qavrasınlar, daha yaxşı yadlarında saxlasınlar. Hərəkətlə bağlı olan məqam hesab olunacaq. Daha sonra qeyd edirik biz burada oxuyub yazaraq öyrənməklə bağlı olan məqam. Bu, ən sadəsi və demək olar ki, əksəriyyətimizin sahib olduğumuz öyrənmə tərzi ilə bağlı olan məqamdır. Yəni, oxuyub yazaraq. Məlumatı oxuyuruq və yaxud öz qeydlərimizi aparırıq məlumat üzərində. Bu, ən asandır. Əksəriyyətimizin istifadə etdiyimiz məqamdır. Daha çox esse yazmaqla, ev tapşırıqlarının həllində iştirak etməklə və yaxud internetdə nəyisə axtarış etməklə bu həmin oxuyub yazaraq öyrənməni inkişaf etdirmək mümkündür. Deməli, əziz və hörmətli müəllimlər, biz öyrənmə tərzlərindən danışarkən deməli nələri qeyd etdik? Əgər deyiriksə, kimsə yüksək səslə gedib gələ-gələ oxuyursa, deməli, hansı öyrənmə tərzinə sahibdir? Deməli, bu audial öyrənmə tərzinə sahibdir. Və yaxud da ki, hansısa şagird və yaxud müdavim məndən daha çox xəritə və yaxud da ki, hər hansı bir simvollarla işarələnmiş ərazilər istəyirsə, coğrafiyaya aid olsun, tarixə aid olsun, riyaziyyatla bağlı, düsturlarla bağlı aid olsun, deməli o diaqram, sxem, cədvəllərdən istifadə etməyi və yaxud ondan istifadə edib öyrənməyi daha zövqlü, daha maraqlı hesab edirsə, deməli vizual öyrənməyə aid hesab olunacaq. Və yaxud da ki, kimsə
rollu oyunlardan istifadə etməyi və yaxud idman etməyi, məşq etməyi, idman dərslərini daha çox sevirsə, rəqs etməyi daha çox sevirsə və yaxud da ki, müəyyən digər intellektual yarışlarda hərəkətlərdən istifadə edirsə və bunu xoşlayırsa, deməli o kinestetik öyrənmə tərzinə sahibdir. Və kimlərsə daha çox məqalə yazırsa, esse yazırsa, müəyyən məlumatları öyrənirsə, özləri üçün qeyd edirsə, deməli bu oxuyub yazaraq öyrənmə tərzinə sahib olan deməli insandır, şagirddir, şəxsdir, müdavimdir. Belə hesab olunacaq. Məsələn, mənim bir şagirdim var idi, deməli o gedirdi, hər dəfə ev tapşırığı olaraq mən qeyd edirdim ki, minimum bir səhifə olaraq özünüz üçün qeyd yazın, gətirin. Hər hansı bir dövlətlə bağlı, hər hansı bir şəxsiyyətlə bağlı olsun. O gedirdi hər zaman 10 səhifə, 15 səhifə yazıb gətirirdi. Mən deyirdim ki, niyə bu qədər çox enerjini, bu qədər çox vaxtını sərf edirsən? Bunun əvəzinə başqa tapşırıqlar da icra edə bilərsən və yaxud da ki, başqa fənlərin də var. Deyir ki, müəllim, mən çox xoşlayıram, ona görə də mən yazıram. Deməli, onun öyrənmə tərzi oxuyub yazaraq öyrənməyə aid hesab olunur. Və yaxud da ki, mənim bir şagirdim var idi, o daimi şəkildə istəyirdi ki, sanki 45 dəqiqənin 45 dəqiqəsini də danışsın. Deməli, belə bir məqamda o hansı öyrənmə tərzinə sahib olacaq? O audial öyrənmə tərzinə sahib olacaq. İnsanları biz və yaxud şagirdləri dərslərə həvəsləndirmək və yaxud da ki, məlumatları onlara ötürmək, mənimsətmək üçün mütləq şəkildə onların hansı intellekt tiplərinə malik olduqlarını və yaxud da ki, onların hansı öyrənmə tərzlərində olduqlarını müəyyən etməliyik. Bu bizə çox kömək edəcək. Yəni, audial öyrənmə tərzində olan səsli formada nəyisə oxumaq istəyən və yaxud da mühazirəni sevən, xoşlayan, debatı sevən, xoşlayan heç bir zaman o daha çox esse yazmaq istəməz. Ona daha çox bu nöqteyi nəzərdən kömək etmək lazımdır ki, o məlumatları, verilən tapşırıqların icrasında daha da müvəffəq olsun, daha da irəli getsin, inkişaf etdirmiş olsun özünü. Belə, əziz, hörmətli müəllimlər, öyrənmə tərzləri metodikadan olan asan, sadə bizim mövzularımızdan biri hesab olunur. Ümid edirəm ki, sizlər üçün səmərəli oldu. Sağ olun, salamat qalın. Hər birinizə uğurlar arzulayıram.